qaytarılması ilə bağlı var. İddia ərizəsinin qaytarılmasının iki əsası var. Birincisi, iddia ərizəsinin yol verilməzliyi ilə bağlı. Yol verilməzlik odur ki, ümumiyyətlə iddiaya baxılmır. Yəni, nə zaman müraciət eləsəz, onda baxılmır. Və bir də iddia ərizəsinin forma və məzmuna, eyni zamanda tələblərə əməl olunmadığı halda geri qaytarılması. Bu halda məhkəmə iddia ərizəsinə təkrar həmin hallar haradan qaldırılırsa, yenidən müraciət oluna bilər. Hansı hallarda qaytarır məhkəmə? Əgər məhkəmə iddia ərizəsi mülki prosessual məcəllərin tələblərindən nəzərdə tutulmuş forma və məzmuna uyğun deyilsə, məsələn, yazılı deyilsə, imzalanmayıbsa və s. Əgər iddia ərizəsi imzalanmayıbsa və yaxud da onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıbsa və yaxud da xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanıbsa, əgər iddia ya ərazi aidiyyətindən, yaxud da məhkəmə aidiyyəti baxımından həmin yerdə məhkəmədə baxılmalı deyilsə. Baxın, aidiyyətlə bağlı demiş